Salamlar. Baxırıq nəyə? OTK-nın 2021 sınağının izahına, blok sınağıdır. Azərbaycan dilisinə baxaq. Deməli, başlayaq birinci sualdan. Modal sözlərin məna növünə görə nöqtələri hansı sözlə tamamlamaq olar? Görünür, bəlkə də deyəsən. Bu niyə belə qalın yazdım? Görünür, bəlkə də deyəsən. Görünür nədir? Güman şübhə bildirən modal sözdür. Bəlkə də nədir? Güman şübhə bildirən modal sözdür. Deyəsən nədir? Güman şübhə bildirən modal sözdür. Deməli, bizə də güman şübhə bildirən modal söz lazımdır. Burada A variantında bir dəqiqə bunu düzəldim. Çünki çox incə ya da çox qalın yazır. Sanki bənzətmə bildirən modal sözdür, keçirəm. Şəksiz təsdiq bildirən modal sözdür. Əlbəttə təsdiq bildirir. Təəssüf ki, təəssüf bildirən modal sözdür. Olmaya güman şübhə bildirən modal sözdür. Cavab olur D variantı. Mürəkkəb cümlə haqqında yanlış fikri göstərin. Günəşi örtsə də qara buludlar, yenə günəş adlı bir qüdrəti var. Örtsə də, sə plus də. Sasiyə plus dadə olanda bu olurdu tabeli mürəkkəb cümlə. Tabeli mürəkkəb cümlə sxemidə belə olur. Budaq, baş sxemi. Birinci budaq, ikinci baş cümlə gəlib. Baş cümlə ismi, budaq cümlə feili xəbərlidir. Baş cümlə ikinci cümləmiz, yəni bu. Xəbərimiz var sözüdür. Bəli, ismi xəbərdir. Var, yox, lazım, bəs, gərək, mümkün. Bu tip sözlərimiz ismi xəbərlər sayılır. İsmi xəbərdir. Budaq cümləmizdə birinci cümlə. Buranın da xəbəri örtüsədədir. Örtmək feildir. Bəli, təsriflənən forma feili xəbərlidir. A variantı düzdür. Birinci budaq, ikinci baş cümlə işlənib. Bəli, düzdür. Sasiyə plus dadə olanda budaq baş sxemi olur. Burada yazdığım kimi. B də düzdür gedir. Cümlə üzvlərindən, bir dəqiqə buranı silək, rahat təhlil edək. Cümlə üzvlərindən biri suala cavab vermir. Burada bəli, var sözü predikativ xəbərimizdir. Var, yox, lazım, bəs, gərək, mümkün tipli sözlərimiz, xəbərlərimiz. Bir də ki, sual əvəzlikləri suala cavab verməyən cümlə üzvü olur. Düzdür gedir. Hər iki tərəfində təyin və tamamlıq işlənib. Bunun üçün təhlil eləmək lazımdır. Birinci cümləni təhlil eləsək, xəbərimiz örtsə də. Örtsə də nə? Buludlar. Necə buludlar? Qara. Nəyi? Günəşi. Deməli, tamamlıq da var, təyin də var. Yenə günəş adlı bir qüdrəti var. Var, nə? Qüdrəti. Necə qüdrəti? Günəş adlı. Nə zaman? Yenə. Yenə zaman zərfliyi, günəş adlı təyin, qüdrəti mübtəda, var xəbər. Bizə deyir ki, hər iki tərəfində təyin və tamamlıq işlənib, amma bu yanlışdır. Birinci tərəfdə təyin də var, tamamlıq da var, amma ikinci tərəfdə yalnız təyin var, tamamlıqsa yoxdur. Ona görə D variantı səhvdir. Baş və budaq cümlə sasiyə şərt şəkilçisi dadə ədatı ilə bağlanıb düzdür. Hansı ki, burada da gördük, sasiyə plus dadə. Bu şərt şəkildir, bu da ədatdır. Sasiyədən sonra gələn dadə hər zaman ədat sayılır, bu da düzdür gedir. Cavabımız olur yenə D variantı. Sözlərdən hansı sintaktik əlaqədə həm əsas, həm də asıl tərəfdir? Baxaq. Qədim əşyalara heyrətlə baxır. Qədim sözü əşyalar sözünə aiddir. Qədim sözü asıl tərəf olur. Əsas kimi fikirləşilmir, getdi. Əşyalara deməli baxır. Əşyalara baxır. Burada əşyalara sözü olur asılı. Asılı. Amma qədim əşyalara deyəndə, qədim əşyalara, bu zaman əşyalara sözü olur əsas. Bu zaman isə əsas olur. Deməli, əşyalara baxır. Xəbərin tamamlıq xəbərlə əlaqəyə girəndə oldu asıl tərəf, təyinlə əlaqəyə girəndə oldu əsas tərəf. İkini götürürsən. Heyrətlə baxır sözləri, heyrətlə sözünün yalnız asılı kimi düşünmək olur, xəbərdən asılı olur. Baxır sözü də ikinci dərəcəli üzvlərin hamısı ilə əlaqəyə girəndə əsas tərəf olur. Bunu da asılı kimi düşünmək olmur, gedir. Bu naxışlı, bu sözü yalnız burada asıldır, gedir. Naxışlı işləmələr deyəndə, bunu biraz açaq, rahat olsun sizə, belə izah edeyim. Naxışlı işləmələr deyəndə, naxışlı sözü olur asıl tərəf, işləmələr sözünə aid olanda. Amma bu naxışlı deyəndə, bu sözün naxışlı sözünə aid olanda, naxışlı sözü olur əsas tərəf. İndi bunu bilmək üçün sintaktik əlaqələr mövzusunu mütləq bilmək lazımdır ki, müəyyənləşdirə biləsən. Altını həm əsas, həm də asıl tərəf kimi düşünmək olur. Naxışlı, həmçinin burada işləmələr sözünü də götürmək olar. Altını da götürdük. 7-yə də fikir verin. Deməli, işləmələrin, naxışlı işləmələri deyəndə, naxışlı sözü ilə işləmələr sözü əlaqəyə girəndə, tamamlığımız təyinlə əlaqəyə girəndə, bu zaman tamamlıq olur. Deməli, əsas tərəf. Yəni, işləmələr sözü olacaq. Əsas tərəf, bir dəqiqə, hara getdi yazılar? Nəsə, işləmələr sözü olacaq. Naxışlı sözü ilə əlaqəyə girəndə əsas tərəf. Amma işləmələri aldılar desəm, işləmələr sözü xəbərinə əlaqəyə girsə, bu zamansa olacaq asıl tərəf.
Düzdürmü? Düzdür. Həm əsas, həm də asıl tərəf oldu. 7-ni də götürürsən. 2, 6, 7 olur D variantı cavabımız. 4-cü sualda hansı ismə saitlə başlanan hal deyil, yalnız mənsubiyyət şəkilçisi artırdıqda kökdəki saiti düşür? Hansı ismə? Bu tip suallarda demişəm ki, biri fərqli olanı götürün. Bəzən hamısı fərqli bir şey olur. Biri isə bədən üzvü olur ya da hamısı bədən üzvü olur, biri fərqli olur. Bu zaman həmin variantı seçirsiniz. Lakin bunun qaydası da var. Bədən üzvlərimiz var. Bədən üzvü olaraq ayırıram uşaqlar rahat başa düşsün deyə. Çiyindir, burundur, ağızdır, boyundur, beyindir. Bu tip sözlərimiz bədən üzvü olanlar oğul sözü, qayın sözü, qoyun sözü də bura aiddir, hansı ki, qoyun qucaq mənasında. Bunlar yalnız mənsubiyyət şəkilçisi qəbul eləyəndə kökündəki saiti itirir. Hal şəkilçisi qəbul eləyəndə isə itirmir. Lakin digər ikinci qrup sözlərimiz ki var, şəkil, cisim, nəsil, sinif, sonra isim, qəbir, bu tip sözlərimiz isə həm hal, həm də mənsubiyyət şəkilçisi qəbul etdikdə saitlə başlanan kökündəki saiti itirir. Bizə deyir, yalnız mənsubiyyətdə itirsin, yalnız mənsubiyyətdə itirən beyin sözü, yəni bədən üzvü C variantı olur. 5-də həmcins üzvlər hansı cümlə üzvünə aiddir? Gənc ingilislər uzun, xoşbəxt ömür sürdülər və onları xilas edən alman uşağını yaddan çıxardılar. Çıxarmadılar, əstəğfurullah. Deməli, burada həmcinsliklər nə olacaq? Ömür sürdülər, necə, nə tərzdə? Uzun, necə, nə tərzdə? Xoşbəxt. Burada həmcinslik zərfliyə aiddir. Zərfliyin həmcinsliyi var. Uzun və xoşbəxt sözlərinin həmcinsliyi C variantı. Arasında duruq işarəsi buraxılıb, vergül qoyursan olur həmcins sözlər. Uzun, xoşbəxt. Feili xəbərə aiddirlər deyə zərflik götürdük. Hansı cümlədə məstər üçün sintaktik cəhətdən ona aid olmayan xüsusiyyət? Məstər üçün ona aid olmayan xüsusiyyət məstərin cümlədə təyin olmağıdır. Məstər normalda təyin olmur. Lakin məstər istisna bir halımızda təyin ola bilər. Kimi, tək, təki kimi bənzətmə qoşmalarımızla işləndikdə məstər cümlədə təyin olur. Bu da ona sintaktik cəhətdən aid olmayan xüsusiyyət sayılır. Uşaqlara kiçik yaşlardan kitab oxumaq kimi vərdişləri, baxın, oxumaq kimi məstərimiz kimi qoşması ilə işlənib, avtomatik deməli nə olacaq? Cümlədə təyin olacaq və bu da ona sintaktik cəhətdən aid olmayan xüsusiyyət olacaq. Cavabımız da olacaq A. Təhlil eləyək dəqiq əmin olmaq üçün öyrətməliyik nəyi? Vərdişləri. Vərdişləri sözümüz olur tamamlıq. Necə vərdişləri? Daha doğrusu kimə öyrətməliyik? Uşaqlara. Nəyi öyrətməliyik? Vərdişləri. Necə vərdişləri? Kiçik yaşlardan kitab oxumaq kimi. Yox. Kitab oxumaq kimi vərdişləri nə zaman öyrətməliyik? Kiçik yaşlardan. Deməli, kitab oxumaq kimi burada məstər tərkibimiz nə oldu cümlədə? Təyin. Təyin oldu. Bu da ona aid olmayan xüsusiyyət. A variantı. Digər testdə nümunədə sözlərlə bağlı səhvi müəyyən edin. Haqqı yenərkən nahaqlar, haqq sabaha ümid bağlar. Biri gülər, onu ağlar, sən ağlayan bəndəyə bax. İkinci misradakı isimlərdən biri zaman məzmunu bildirir. İkinci misradakı ismimiz, deməli, haqq və sabah sözləri var. Burada sabah sözü, bəli, zaman məzmunu bildirən isimdir. Burada zərf kimi götürmürük, çünki ismin sualına cavab verir. Nəyə? Sabaha. Zaman məzmunu bildirir. A variantı düzdür. Əmr adatı və isimlə amonim olan feillər işlənib. Amonimlik dedikdə bilirsiniz, hər zaman başlanğıc formaya baxırıq. Yəni sözdəki qrammatik şəkilçiləri atırıq. Həmin sözə qrammatik şəkilçisiz formada baxırıq ki, görək amonimdir yoxsa deyil. Burada bax feilimiz var. Bax feili burada feil kimi işlənib. Sən ağlayan bəndəyə bax. Feil kimi işlənib və bax ədatı ilə amonimdir. Amonimli olacaq, bax ədatı ilə. Bu ədatla amonim olan feilimiz. Bir də burada gülər sözü var. Hansı ki, bunun başlanğıc formasını təhlil etdikdə sözü kök şəkilçiyə ayıraq. Gül sözün kökü ər qrammatik. Başlanğıc forma nə olur? Gül. Amonimliyi başlanğıc formadan götürdüyümüzə görə gülmək feili, bir də gül çiçək mənasında olan isim kimi bu da sayılır bizim amonim feilimiz. İsimlə amonimli olan feil, ədatla amonimli olan feil. Düzdür. Nümunədə frazeoloji birləşmə işlənib. Bəli, adamın gözünə girir orada. Ümid bağlar, ümid bağlamaq frazeoloji birləşmədir. Burada düzdür, gedir C variantı da. D-də nə deyir? Bir saniyə. Hə. Deməli, birinci misrada ismin xüsusiyyətlərini daşıyan və isimdən yaranmış düzəltmə sifət işlənib. Birinci misrada ismin xüsusiyyətlərini daşıyan və isimdən düzəlmiş düzəltmə sifət budur. Nas, ön şəkilçi, leksik, haqq sözün kökü, lar, qrammatik, cəm şəkilçisi və ismin xüsusiyyətini daşıyır. Nahaq sözü normalda, məsəl üçün, nahaq hadisə, nahaq qərar, necə qərar, sifətdir. İsmin cəm şəkilçisini qəbul edildiyinə görə bu isimləşmiş sayılır. İsimləşib sifətdir və quruluşca da düzəltmədir, çünki leksik şəkilçi var tərkibində. Düzdür, bu da gedir.
Daha doğrusu D variantda gedir. Baxırıq Y variantında isə deyir ki, iki müəyyən miqdar sayı işlənib və isim kimi hallanıblar. Deməli, buradakı miqdar sayımız biri sözü var, bir də onun sözü var. Bunlar müəyyən miqdar sayıdır, düzdür. Amma isim kimi hallanmayıblar. Mənsubiyyətə görə dəyişiblər. Onların biri, i burada mənsubiyyət, onların onu, u burada mənsubiyyət. Bunlar mənsubiyyətə görə dəyişiblər. Hallanmış sayılmırlar. Ona görə hal dediyinə görə Y variantı yanlışdır. Cavabımız olur Y. Baxaq digər testimizə, 8-ə. Sözlərdən birinin kök və başlanğıc forması iki cür düşünülə bilməz. Deməli, baxaq. Köçürdü sözünə bir deyirəm ki, o binadan köçürdü. O binadan köçürdü. Belə deyəndə köç sözün kökü ür, qrammatik, dü, qrammatik olur. Amma desəm ki, o testi məndən köçürdü. O testi məndən köçürdü. Burada artıq köç sözün kökü ür, leksik, dü, qrammatik olur. O binadan köçürdü deyəndə qrammatikləri atırsan, sözün başlanğıc forması olur köç. O testi məndən köçürdü deyəndə qrammatiki atırsan, sözün başlanğıc forması olur köçür. Başlanğıc forma fərqləndi, getdim. Qaçırsa, bir deyirəm ki, o qızı qaçırsa pis olacaq. Qaçırmaq. Qaç sözün kökü ır, leksik, sa, qrammatik. Başlanğıc forma nə olur? Qaçır. Amma desəm ki, o əgər qaçırsa yıxılacaq. Qaç sözün kökü ır, qrammatik, sa, qrammatik. Başlanğıc forma nə olur? Qaç. Fərqləndi. Bu da gedir. Qopardı. Bir deyirəm ki, payız olanda ya birinci belə deyim. Məsəl üçün deyirəm ki, o nərgizi qopardı. Qopardı, qoparmaq. Qop sözün kökü o gülü qopardı, çiçeği qopardı. Qop sözün kökü ar, leksik, qoparmaqdır, qrammatik. Başlanğıc forma nə olur? Qopar. Bir də deyirəm ki, payız gələndə ağacdan yarpaqlar qopardı. Qop sözün kökü ar, geri get gələcək. Saman şəkilçisi qrammatik, d, idi hissəciyi qrammatik. Başlanğıc forma nə olur? Qop. Birində başlanğıc forma qopar oldu, birində qop oldu. Bu da gedir. Uçurdu. Bir deyirəm ki, məsəl üçün quş havada uçurdu. Uç sözün kökü ur, indiki zaman şəkilçisi qrammatik, du, idi hissəciyi qrammatik. Başlanğıc forma nə olur? Uç. Bir də deyirəm ki, o çərpələngi uçurdu. Uç sözün kökü ur, leksik, du, qrammatik. Başlanğıc formamız olur, estağfurullah, başlanğıc formamız olur uçur. Uçur. Birində uç oldu, birində uçur oldu. D variantımız da gedir. Y variantı amma yalnız bir cür düşünülür. Deyirəm ki, qaçırsınız. Qaçırsınız başqa necə düşünün? Qaçır desən başqa cür düşünərsən. Amma qaçırsınız uca başqa cür olmur. Qaç sözün kökü ır, qrammatik, sınız, qrammatik. Bir cür təhlil olunur. Başlanğıc formada yalnız qaç sözü olur. Olur cavabımız Y variantı. 9-cu suala baxaq. Bir dəqiqə buraları sileyim ki, fikrimiz yayınmasını oxuyanda. 9-cu suala baxaq. Nöqtələrin yerinə uyğun gələn ifadələrin ardıcıllığını müəyyən edin. Bəzən dil sıyrılmış qılınca bənzər. Birinci bir gəlir. Ayıq ol, başı bədəndən üzər. Sonra 3 gəlir. Birdən sonra 3 gələndə avtomatik variantlarımızın demək olar ki, hamısı gedir. A variantda gedəndə cavabımız çıxır D variantı. Deməli, quş dimdiyi ilə 4, insan dili ilə tələyə düşər. 1, 3, 4, 2, D variantı. Hansı sözlərin tələffüzü düzgün verilməyib? Anlayır. Anlayır sözünü düzgün verməyiblər. Çünki tələffüz forması anlayır şəklində olmalıydı. Anlayır bu şəkildə olmalıydı. Və buna görə yanlış verilmiş sayılır. Tələffüz şəkli l ilə verib, bir gedir. Verilməyən istəyir bizdən. Biri götürürəm. Sərhəddə bu düzdür. Bıdıqıcı qaydasına silsən d, t-ya keçib gedir. Mayinə sözü yeni qaydaya əsasən yanlış verilib, amma köhnə qaydaya əsasən düzgün verilib. Ona görə bu da gedir. Bu da 2021-in səhvim yoxsa 2021 idi daha da 2021-in olmalıdır bu sınaq. Ona görə burada artıq doğru götürüləcək böyük ehtimalla bu variant. Köhnə qayda ilə. 4-də kəşfiyyatçı. Kəşfiyyatçı deməli yanlış verilib. Çünki 2 dənə kar samit yanaşı gəldikdə mütləq ikincisi cingiltiliyə keçməlidir demişik. Öz cingiltili qarşılığına keçməlidir. Ş da kardır, f da kardırsa f öz cingiltili qarşılığına, yəni v-ya keçməli idi. Kəşfiyyatçı olmalıydı. Yanlış verilib. 4-ü götürürəm. Doğrayır sözündə doğruyur olmalıdır. A, u-ya keçməli idi. Yanlış verilib. 5-i də götürürəm. Gizlənmək sözü isə düz verilib gedir. 1, 4, 5 olur A variantı. Üçüncü sözü köhnə qayda ilə götürürlər. Baxaq indi.
Deməli, 11-də nümunədə əvəzliyin hansı məna növləri işlənib? Dərdim çoxdur, kimə deyim? Dərdim çoxdur, kimə deyim? Kim? Sual əvəzliyi. Yoxdur, dərd bilən həkim. Sərraf sənsən. Sən şəxs əvəzliyi. Açıqır deyilə. Ləli gövhərdir yüküm. Şahı Mərdan sayəsində. Kimsədən yoxdur istəyim. Kimsə qeyri-müəyyən əvəzlik. Sual əvəzliyi, şəxs əvəzliyi, qeyri-müəyyən əvəzlik A variantı. 12-ci sual. Ay, bura yazılı olub ki. Hə, yuxarıdakılar deyəsən düşmüşdü bura, yuxarıdakı yazılar. Hə, silək buranı. Baxaq, indi bir dəqiqə görüm, başqa qalmadı buralarda, yox. Hə. Baxaq, altına xətt çəkilmiş sözlər feilin hansı şəklindədir? Yol tapa bilərmi saz ürəklərə? Bil sözün kökü, bir dəqiqə, bil sözün kökü, qeyri qət gələcək zaman şəklisi, mi, sual ədatı. Bilərmi, qeyri qət gələcək zamanda deyə xəbər şəkli sayılır. Estağfurullah. Xəbər şəkli sayılır. Deməli, xəbər şəkli olmayanları atım. Getdi. Mizrab asta-asta telə dəyməsə. Buradakı sədə şərt şəklinin şəklisi. Xəbər və şərt şəkli. Olur A variantı. 13-də əlavələrlə bağlı yanlış cavabı göstərin. Deməli, içəridə dəzgahların lap yanında işləyənlər təşvişə düşdülər. Təşvişə düşdülər kim? İçəridə işləyənlər, kim? Dəzgahların lap yanında işləyənlər. Burada işləyənlər, an, ən, feil sifət tərkibinin asıl tərəfinin əlavəsidir. Burada hər hansısa bir cümlə özünün əlavəsi yoxdur. Feili birləşmənin əlavəsidir. Bir dəqiqə. Aha, feili birləşmənin əlavəsidir. Burada bir cümlə özünün əlavəsi yoxdur. A variantı düzdür. B-də. Uşaqlar meyvələrdən imkanları qədər cibləri tutduqca yığdılar. Yığdılar nə qədər? İmkanları qədər, nə qədər cibləri tutduqca. Nəyin əlavəsi oldu? Kəmiyyət zərfliyinin. Düzdür, gedir. Sonra C-də onların evi qarşıda, dağın arxasında idi. Qarşıda idi, dağın arxasında idi. Həmişə idi hissəciyin görəndə əksər hallarda bu, yəni bir çox hallarda xəbər olur. Hər zaman yox, amma çox zaman xəbərin əlavəsi sayılır. Həmçinin idini, dırdır görəndə çalışın xəbərli şəkilçisini və ya idi imiş hissəciklərini bərpa eləyib tapın. Onda biləcəksiniz ki, xəbərin əlavəsi ya deyil. Deməli, onların evi qarşıda idi, dağın arxasında idi. Xəbərin əlavəsidir. Düzdür, gedir. Lütfüzadə dünyanı heyrətləndirən alim Azərbaycana ürəkdən bağlı idi. Azərbaycana, deməli, ürəkdən bağlı idi. Necə tərzdə ürəkdən? Nəyə Azərbaycan, daha doğrusu haraya Azərbaycana? Kim? Lütfüzadə. Kim? Dünyanı heyrətləndirən alim. Deməli, kim bağlı idi? Lütfüzadə. Kim bağlı idi? Alim bağlı idi. Nəyin əlavəsi oldu? 2 dəfə nəyin sualını verdim? Mübtədanın. Mübtədanın əlavəsi bizəsə deyir ki, söz birləşməsinin asıl tərəfi. Xeyr, söz birləşməsinin asıl. Burada söz birləşməsi var deyil. Dünyanı heyrətləndirən. O ayrıca bir təyindir. Onun heç bir əlaqəsi yoxdur əlavə ilə. Kim heyrətləndirdi? Lütfüzadə. Hara getdi? Kim heyrətləndirdi? Lütfüzadə. Kim heyrətləndirdi? Deməli, bu niyə belə olur axı? Alim. Burada mübtədanın əlavəsidir, ona görə D variantı yanlış verilib. Söz birləşməsi deyil. Zabit Səmədov Maquli ləqəbli idmançımız üçün xüsusi mükafat ayırdılar. Ayırdılar nəyi? Mükafatı. Kim üçün? Zabit Səmədov üçün. Kim üçün? Maquli ləqəbli idmançımız üçün. Nə oldu? Deməli, tamamlığın əlavəsi oldu. Qoşmalı sözlər çünki tamamlıq olur. Düzdür, Y-də gedir, cavabımız olur D variantı. İndi buranı silək, bilmədim bu niyə belə eləyir. Deməli, çalışan gənclərimiz ifadəsi haqqında doğruları müəyyən edək. Çalışan gənclərimiz bilirsiniz ki, birinci növ təyini söz birləşməsidir. Birinci növ təyini söz birləşməsinə əsasən baxaq variantlara. Tərəfləri arasında söz artırmaq olur. Xeyr, birinci növün tərkibinə söz daxil olmur. Bir səhvdir. Mürəkkəb ad deyil, düzdür. Mürəkkəb ad deyil, sadəcə birinci növ təyini isim birləşmədir. Tərəflərinin düzdür, əstəğfurullah. Mürəkkəb ad deyil, düzdür götürürəm. Tərəflərinin ifadə vasitəsi yaranmasında
ifadə vasitəsinin yaranmasında heç bir qrammatik şəkilçi iştirak eləməyib. Düzdür. Birinci növ təyin söz birləşməsinin yaranmasında heç bir qrammatik şəkilçi iştirak eləmir. İndi deyəcəksiniz ki, buradakı gənc sözün kökü lər qrammatik, imiz qrammatikdə axı necə yəni qrammatik şəkilçi iştirak eləməyib? Bu o deməkdir ki, çalışqan gəncdə deyəndə birinci növdür. Çalışqan gənclərdə deyəndə birinci növdür. Çalışqan gənclərimizdə deyəndə birinci növdür. Yəni sən burada qrammatikləri açsan, sadəcə çalışqan gənc saxlasan, bu yenə birinci növ sayılacaq. Ona görə bu qrammatiklərin söz birləşməsinin yaranmasında heç bir rolu yoxdur deyirik. 3 doğrudur. 4 də yanlış verib yanlışa yanlış seçməliyəm. İkinci tərəfi ismi xüsusiyyətlərini daşıyan sifətdir. Düzdür, gənclərimiz, gənc sözü sifətdir. İsmə məxsus cəm və mənsubiyyət şəkilçilərini qəbul edib ismi xüsusiyyətlərini daşıyır, amma sifətdir. Doğru fikirdir, yanlışın altdan verib deyə götürə bilmərəm. Feili birləşmədir, bu yanlış fikirdir. Çünki dedik birinci növ isim birləşmədir. Yanlışa yanlış verib 5-i götürürəm. Cümlədə təhlil zamanı ayrılır, bu düzgün fikirdir. Birinci növ birləşmələrin əksəriyyəti cümlədə təhlil zamanı ayrılır və birinci tərəfi təyin, ikinci tərəfi isə mübtəda və ya tamamlıq olur. 6 düzgündür, yanlışın altdan verib deyə götürmürəm. 2, 3, 5 cavabımız olur D variantı. 15-də hansı variantda orfoqrafik səhvə yol verilib? Deməli, orfoqrafik səhv yəni yanlış yazılıb söz deyir. Kəmsavad doğru yazılıb. Sonra arabir yanlış yazılıb, arabir bitişik yazmalıydı. Ona görə B variantını götürürəm. Yanlış verilib, səhvə yol verilib. Açıq ürəkli, düzgünlü, müxtəlif sözlərin birləşməsindən yaranan sözlərimiz bitişik yazılır. Açıq aşkar, düzgündür. Burada eyni, daha doğrusu yaxın mənalı sözlərdən yaranıb defisinə. Tünd çay, tünd sözündən sonra isim gəldikdə və ya başqa səs gəldikdə tünd sözü ayrı yazılır. Bu da düzgündür. Cavabımız olur B. Sonra 16-cı sualda deməli nöqtələrin yerinə hansı söz yazılsa cümləni həm sual, həm də nəqli cümlə kimi götürmək olar. Burada rahat elə öz variantını izah edeyim həqiqətən də. Bir deyirəm ki, həqiqətən də bugün heç kim məktəbə gəlməyəcək. Həqiqətən də bugün məktəbə heç kim gəlməyəcək. Bu nəqli cümlə, təsdiq formasında dedim. Bir də deyirəm ki, həqiqətən də bugün məktəbə heç kim gəlməyəcək. Bu da sual formasına çevirə bildim. Həm sual cümləsi kimi düşünmək olur, həm də nəqli, təsdiq cümlə kimi düşünmək olur. Cavabımız ona görə olur D variantı. Məsəl üçün, düzü sözünü sən sual kimi fikirləşə bilmərsən. Düzü, bugün məktəbə heç kim gəlməyəcək. Görürsünüz, alınmır. Sual alınmır. Təsdiqdə, nəqildə işlədərsən, amma sualda alınmır. Görəsən, bugün məktəbə heç kim gəlməyəcək. Bu da ancaq sual olur, təsdiq kimi fikirləşmək olmur. Və sonsuz da sual ədatıdır, sual kimi fikirləşilir, yenə təsdiq kimi olmur. Məncə, bugün məktəbə heç kim gəlməyəcək. Bunu da yenə sual kimi vermək olmur, yalnız təsdiq olur. Ona görə cavabımız olur D variantı. Həm sual cümləsi, həm də nəqli cümlə kimi düşünüldü. 17-ci sualda yenə burada variantlar yerini oradan gəldi, bura yazılar. Ədatlarla amonimli olan bağlayıcıların işləndiyi cümlələri seçin. Ədatla, amma bu tip testlər həm buraxılışda, həm də blokda çox olur. Deməli, ədatla amonimli olan bağlayıcı deyir sənə. Yəni, səndən bağlayıcının işləndiyi cümləni istəyir. Həmin bağlayıcı da ədatla amonim olmalıdır. Bəzi uşaqlar gedib ədat olan cümləni götürürlər. Ədat yox, bağlayıcı istəyir səndən. Yerin üstü ilə bu təpəcikdən digər təpəciyə doğru süründüyü görünürdü. Burada deməli ilə var, amma ilə burada bağlayıcı deyil, qoşmadır. Çünki və ilə əvəz eləyə bilirdiksə bağlayıcıdır, əvəz eləyə bilmirdiksə qoşmadır. Burada və ilə əvəz eləyə bilmirəm deyə ilə sözünü. Burada bağlayıcı yox, qoşma sayılır. Qoşma deyə bunu atıram, bu cümlədə ümumiyyətlə bağlayıcı yoxdur. 2-də, madam ki bizimlə əl-ələ vermirsən, bizi də başa düşməlisən. Deməli, madam ki burada bağlayıcımızdır. Bizimlə əl-ələ vermirsən. Lə burada qoşmadır, yenə və ilə əvəz eləyə bilmirəm deyə gedir. Yəni burada bizə də bağlayıcı var, o da madam ki-dəki ədatla amonim deyil. Bu da gedir. Yəni hamınız bu işin necə bitəcəyini bilirdik. Əgər sonunda sual işarəsi qoysaydı, bu zaman yənini sən götürərdin sual ədatı kimi. Ədat kimi götürərdin. Amma sonunda sual işarəsi qoyulmayıb deyə bu artıq bağlayıcı sayılır. Yəni hamımız bu işin necə bitəcəyini bilirdik. Yəni bağlayıcısı, yəni sual ədatı ilə amonimlik təşkil eləyəcək. Düzdür? Cümlədə bağlayıcıdır, özü də sual ədatı ilə amonimdir. 3-ü götürürsən, onun ki bu məsələlərdən xəbəri yoxdur. Buradakı ki var, ki amma burada nədir? Bağlayıcı yox, ədatdır.
ədatdır. Çünki özündən sonra vergül qoyulmayıb. Həm də biz demişdik bağlayıcı olanda əksər hallarda feildən sonra gəlir. Əgər şəxs əvəzliyindən sonra gəlibsə, bu zaman biz bunu ədat kimi götürürük. Burada da həmçinin şəxs əvəzliyindən sonra gəlib, özündən sonra vergül işlənməyib. Bu ədatdır, bağlayıcı deyil. Bizdənsə bağlayıcı istəyir, gedir. 5-ə baxsaq, deməli, sən də bu axşam onunla birlikdə gedərsən. Sən də dadəni əgər dana dənə ilə əvəz eləyə biliriksə, bu zaman ədat sayılırdı. Dana ilə əvəz eləyə bilmiriksə, bu zaman bağlayıcıdır. Sən dana bu axşam onunla birlikdə gedəcəksən, dana ilə əvəz eləyə bilmədin. Ona görə burada bağlayıcı sayılır. Bağlayıcı olduğuna görə dadə ədatı ilə qüvvətləndirici ədatla amonimlik təşkil eləyəcək. 5-i də götürürsən, 3-lə 5 cavabın olur D variantı. 18-ci sualda, bir dəqiqə buraları silək, fikrimiz yayınmasın. 18-ci sualda ədəbi dilin normalarının pozulduğu məqamları müəyyənləşdirin. Deməli, sən həmişə mənimləsən povesti yazıçıya böyük şöhrət yaratdı. Sən həmişə bizimləsən povesti yazıçıya böyük şöhrət yaratdı. Burada nə pozulub? Sən həmişə mənimləsən. Yazıcı böyük şöhrət yaratdı, yox, böyük şöhrət qazandırdı olmalıdır. Böyük şöhrət gətirə bilər, böyük şöhrət qazandıra bilər. Yəni, böyük şöhrət yaratmaz axı. Ona görə burada leksik norma pozulub. Biri götürürsən, birinci ox düzgün verilib, leksik pozulub. Sonra o birisi cümləyə baxsaq, milyonlarla hektar sahələrə nə? Sahələri olan tarlalarda tərəvəzlər əkildi. Milyonlarla hektar sahələri olan tarlalarda tərəvəzlər əkildi. Deməli, burada da leksik pozulub məncə. Nəsə düzgün verilməyib. Tərəvəz əkilmir axı. Tərəvəz əkilmir axı. Həm də tərəvəz toxum əkilər birincisi, bu birincisi. İkincisi tarlada əkilmir. Bostanda əkilir tərəvəz. Yəni, 2 dənə burada yanlış verilən söz var. Ona görə avtomatik burada leksik norma pozulub. 2-ni götürürəm. 1-2. O birisi cümləyə baxsaq, şagirdlərin bir qismi tədbirdə iştirak etdilər. Şagirdlərin bir qismi. Yadınızda saxlayın. Əgər mübtəda söz birləşməsi ilə ifadə olunubsa, bu zaman siz həmin mübtədanın əsas tərəfində, yəni həmin söz birləşməsinin ən sonuncu sözünə əsasən uzlaşma əlaqəsini təyin eləyirsiniz. Əgər həmin söz birləşməsinin sonuncu sözü cəmdə, cəm şəkilçisi ilə verilibsə, bu zaman xəbərdə cəmdə olmalıdır. Əgər həmin söz birləşməsinin sonuncu sözü təkdə, cəm şəkilçisi olmadan verilibsə, xəbər də təkdə olmalıdır. Burada şagirdlərin bir qismi mübtədamızdır. Söz birləşməsinin sonuncu tərəfi qismi sözüdür. O da təkdə verildiyinə görə xəbəri təkdə verməli idi. Amma lar verib, cəm verib xəbərdə avtomatik qrammatik normanı pozub. 1, 2, 6 cavabımız olur D variantı. Elə bir şeir dedim. Baxaq 19-a. Deməli, verilmiş cümlədə işlənəcək durğu işarələrini müəyyən edin. Deməli, sualıma o əbədi əmək və fəaliyyətdədir deyə oxuyum oranı. Belə elə əmək ki torpağı abad edir. Elə əmək ki torpağı abad edir. Elə fəaliyyət ki, burada eləni niyə böyüklə verib? Elə fəaliyyət ki, vətənin şərəfini artırır. Orada eləni niyə böyüklə verib, onu anlamadım. O biraz çaşqınlıq yaradır. Verilmiş cümlədə işlənəcək doğru işarələr. Sualıma o, qoşa nöqtə qoyursan, altdan keçib tire açırsan. Dırnaq yox, tire açırsınız. Yadınızda saxlayın. Əgər cümləni bunun qabağından, deməli, müəllifin sözünün qabağından verilibsə cümlə, bu zaman dırnaq açarsan. Amma cümləni keçib altdan veribsə qəsdən, bu zaman bu dialoq sayılır. Və dialoq olduqda dırnaq yox, tire işarəsindən istifadə olunur sadəcə. Qoşa nöqtə qoydun, altdan verildiyinə görə qabağından tire, əbədi əmək və fəaliyyətdədir. Deməli, vergül tire dedi, vergül tire. Dedinin hər iki tərəfindən vergül qoyulub əgər ortada gəlirsə. O əmək ki, vergül, torpağı abad edir. Elə əmək ki, torpağı abad edir. Elə fəaliyyət ki, bir dəqiqə. Elə fəaliyyət ki, vətənin şərəfini artırır. Sonda da nöqtə. Deməli, 1, 2, 3 dənə, daha doğrusu 4, 5 dənə. 5 dənə vergül, 1, 2, 3 dənə. Dedinin hər iki tərəfindən tire, bir də cümlənin əvvəlində tire, 3 dənə tire, bir dənə də qoşa nöqtə. 5 vergül, 3 tire, qoşa nöqtə.
O da harda olur? Qoşa nöqtə. Deməli 5 vergül hardadır? Dəqiqə. 3 vergül olanları atsaq, burada 5 vergül var, 4 vergül, 3 vergül gedir. 5 dənə vergül, qoşa nöqtə, 3 dənə tiri, nida da verib bu. Nidanı harda qoyub görən? Hə, yəqin buradan sonra nida da qoyuq. Nida qoysaq orada vergül olmamalı idi. Vətənin şərəfini artırır. Hə, sonda böyük ehtimalla nida qoyur. Elə deməli elə fəaliyyət ki, vətənin deməli şərəfini artırır. Burada uje sonda bu nida qoyub, nöqtə qoymayıb, hə. Nöqtə qoymayıbsa bəs harda qoyub nöqtəni? Nöqtəni harda qoymuş ola bilər? 5 vergül nida nöqtə, nidanı harda? Fəaliyyətdədir. Burada qoyub, hə. Yəqin burada qoyub da. Əbədi əmək və fəaliyyətdədir. Burada nida qoyub. Qalanlar da mən dediyim kimi gedir. C variantı. Cümlənin şəxsi görünövünü hansı cümlə ilə davam etdirmək olar? Yalan ayaq tutar, amma yeriməz. Deməli, yalan ayaq tutar, amma yeriməz. Deməli, burada nədir? Ayaq tutar, nə yalan, yeriməz, nə yalan. Mübtədası olduğuna görə bu sayılır müəyyən şəxsli. Dost bir isə azdır, düşmən min isə çoxdur. Çoxdur, nə düşmən, azdır, nə dost. Müəyyən şəxsli mübtədası var. Sən də müəyyən şəxsli axtarmalısan. Kölgədə bir gəlin oturmuş yalqız. Deməli, kölgədə bir gəlin yalqız oturmuşdu. Oturmuşdu. Kim? Gəlin. Müəyyən şəxslidir. Elə A variantı götürürsən də səndən müəyyən şəxsli istəyirdi. A variantı. Çox bilən, lakin az danışan ol. Deməli, çox bilən ol. Az danışan ol. Bu ikinci şəxsin təkində verilib xəbərimiz. Bu ümumi şəxsli sayılacaq. Gedir. Bir dəqiqə. Bu ümumi şəxsli sayılacaq. Gedir. Sus ya da susmaqdan qiymətli söz söylə. Sus ya da susmaqdan qiymətli söz söylə. Bu da həmçinin hamıya aid edilmiş bir fikirdir. Ümumi şəxslidir. Gedir. Yayın qızmar günlərindən biri idi. Bu tip qısa zaman məzmunlu cümlələrimiz şəxssiz cümlə sayılır. Bu şəxssiz cümlədir. Bunu götürmürsən. Gedir. Bağa baxarsan bağ olar, baxmazsan dağ olar. Bağ olar, dağ olar. Bunlar xəbərlərimizdir. Hamıya aid edilmiş bir atalar sözüdür deyə. Bu da ümumi şəxsli sayılır. Y variantı da ümumi şəxslidir. Gedir. Cavabımız olur A variantı. Müəyyən şəxsli. Hansı cümlələrdə mübtədalar həmcinsdir? Əli ayağı buz bağlamışdı. Deməli, əli ayağı buz bağlamışdı. Buz bağlamışdı nə əli, nə ayağı. 2 dənə mübtədamız var. Hər ikisi bir xəbərə aiddir deyə bir deməli həmcinsli götürürsən. Alma, armud, ərik ağacları əkdilər. Əkdilər nə yox, nəyi? Ərik ağaclarını, nəyi? Armudu, nəyi? Almanı. Bunlar həmcins tamamlıqlardır. Həmcins tamamlıq sayılır bunlar. Mübtəda deyil. Ona görə ikisini atırsan. Vurma və bölmə riyaziyyatın əlifbasıdır. Riyaziyyatın əlifbasıdır. Nə vurma, nə bölmə. Bunlar həmcins xəbərlər, daha doğrusu mübtədalarımızdır, düzdür. 3-ü götürürsən. İgidlər ölər, adı qalar. Müxənnətin nəyi qalar? Deməli, qalar nə adı, ölər kim, igid. Burada da 2 dənə mübtəda, 2 dənə xəbər var, amma mübtədalar niyə həmcins sayılmır? Çünki hərəsinin öz xəbəri var. Biz demişdik ki, həmcins üzvlər eyni cümlə üzvünə aid olmalıdır. Yəni, məsəl üçün, səndə 2 dənə mübtəda varsa, hər iki mübtəda bir xəbərə, məsəl üçün, birincidə olduğu kimi, hər iki mübtəda bir xəbərə aid olsa, bu zaman həmcinsdir. Amma hər mübtədanın öz xəbəri varsa, bu artıq mürəkkəb cümlə sayılır. Burada biz həmcins nəsə götürə bilmərik. İgid ölər, igid sözü ölər sözünə aiddir, adı sözü qalar xəbərinə aid. Hərəsinin öz mübtədası xəbəri var deyə 4 həmcins sayılmır. 1-dən 3 olur B variantı. 22-də hal şəkilçili əvəzliklərdən biri məna növünə görə əvəzliklərin məna növünə görə düzgün ardıcılığı göstərin. Hal şəkilçili deyir bizə. Hərə qalın şalı bir bacadan salırdı. Burada hərədə ümumiyyətlə hal şəkilçisi yoxdur. Hər sözün kökü əl eksikdir. Deməli, burada bir şey yoxdur. O birisində hər şeydən əvvəl o istəyirdi ki, rəisin özünü məcbur etsin. Hər şeydən, hər şey nədir? Qeyri-müəyyən əvəzlik.
dən çıxışlı hal şəklisi ilə işlənib. Birinci qeyri-müəyyən gəlir 3. Deməli, o istəyirdi ki, həmişə cümləni axıra qədər oxuyun. Rəisin özünü məcbur etsin, özünü. Baxın burada nə kimi, özünü. Ü burada təsiriyel şəkilçisi. Demişəm, ını, ini, unu, ülü ilə bitən sözlərdə həm mənsubiyyət, həm də təsiriyel şəkilçisi olur. Təsiriyel şəkilçisi bu da deməli təyin əvəzlik. 3-dən sonra gəlir 5. 3-5 olmayan variantları avtomatik ata bilərsiniz məsəl üçün. Sonra nəyin əksikdir deyənlərə cavab verməzdi. Burada nəyin sözü yadınıza saxlayın. Əgər yəli hal olsaydı, müəyyən yəli halda, buradakı tutaq ki, ın yəli hal şəkilçisidir. Özündən sonra mənsubiyyət hanı olun? Mənsubiyyət yoxdur deyə. Burada sənin nəyin, sənin nəyin. Buradakı in mənsubiyyətdir, yəli hal deyil. Atırsan, burada heç nə yoxdur. Mənim özüm, mənim, bizim sözlərindəki ım yəli hal şəkilçisidir, bilirsiniz. Bu hal şəkilçili şəxs əvəzliyi. 3, 5, 1. 3, 5, 1 olmayan variantda atanda avtomatik C və D variantları qalır əlimizdə. Özüm, mənim özüm buradakı mənsubiyyətdir. Bunu saymırsam, bu işlə uzun zamandır məşğulam. Başqa bir şey yoxdur. Belələri bugün baş verən hadisənin vacibliyini anlamır. Burada belələri, onların belələri, onların belələri. Mənsubiyyətdə hal deyil, bu da gedir. Yalnız 3, 5, 1 C variantı. 23-də hansı misralarda qrammatik cəhətdən cümlə üzvləri ilə bağlı olmayan sözlər işlənmişdir? Cümlə üzvləri ilə bağlı olmayan. Cümlə üzvləri ilə bağlı olmayan sözlər köməkçi hissələrdir. A variantında ata lap heyranam bir daha deyəmən. Lap ədatdır, köməkçi hissəsi. Biri götürürsən. Doğrudan o sənə yanır ürəkdən. Doğrudan burada modal sözdür. 2-ni götürürsən, köməkçi hissəsi. Nə təmiz, nə böyük təbiəti var. Nə. Burada nə təmiz, nə böyük. Deməli, ədatdır. Götürürsən, köməkçi hissəsidir. Ona bənzəsəydi bütün insanlar, burada da ki, heç bir köməkçi hissəsi yoxdur. Birinci, ikinci və üçüncüləri götürə bilərsən əslində. Birinci, ikinci, üçüncü variantları götürə bilərsən. Misralar. Amma belə də qəribə çıxır. 4 dənə misra var. Necə 1, 2, 3 ola bilər ki? Biraz qəribə olur. 3-də nə təmiz, nə böyük təbiəti var. Yox, elə 1, 2, 3 olur da. Nə də burada ədatdır. Yəni, sual əvəzliyi deyil ki, mən onu sual əvəzliyi kimi götürə bilmərəm. 1, 2, 3 olur cavabımız. Deməli, baxaq o birisinə. Səhv yazılmış mürəkkəb adları seçin. Mürəkkəb adlar çox vaxt buraxılışa düşmür, amma demək olar ki, hər zaman, yəni çox zaman belə deyək, hər zaman deməyək, bloka düşən mövzularımızdandır. Baxaq 24-də. Abbasqulu Ağa Bakıxanov, yox, ağanı kiçiklə verməli idi, bu artıq yanlış yazılıb, yadınıza saxlayın. Ağadır, sonra ustadır, mirzədir, şahdır, xandır, bu tip sözlər kiçiklə yazılmalıdır mütləq. Deməli, ağanı kiçiklə verməli idi. Bir səhvdir ona görə. Biri götürürsən, səhvləri istəyir bizdən. 2-də Azərbaycan Respublikasının əməkdar müəllimi. Azərbaycan Respublikasının əməkdar sözünü kiçiklə, yox, əməkdar sözünü böyüklə verməlidir. Müəllimini kiçiklə verməlidir. 2 düzdür, 2 qalır. Əməkdar sözünü böyüklə verib, düzdür, hamısı qalan. Dəhnamə poeması yanlış verilib. Poema, əsər adlarıdır, yəni, mağaza adlarıdır. Bunlar hər zaman məsəl üçün, gimnaziya adıdır. Bunlar hər zaman dırnaqda verilməlidir. Dəhnamə sözünü dırnaqda verməli idi. 3 səhvdir götürürsən. Şəhidlər Xiyabanı doğrudur tamamilə. 7 gözəl baleti 7 gözəl baleti şəklində verib. Burada gözəl sözünü niyə böyüklə verib ki? Gözəl sözünü kiçiklə verməli idi. Ona görə 5 səhvdir. 1, 3, 5 olur cavabımız. Altda yol əhvalatı filmi, bu da düzgündür, tamamilə düzdür. Amma burada 5-də gözəl sözünü kiçiklə verməli idi. 1, 3, 5. 25-də ismi xəbərdə cümlələri müəyyən edin. İsmi xəbərlərimiz bilirsiniz, bir var predikativ xəbərlərimiz var, yox, bəzi gərək, mümkün, lazım tipli sözlər. Bir də var feilin təsriflənməyən formaları və ya adlarla ifadə olunur ismi xəbərimiz. Onlar bu qədər işləməli deyildilər. Malı, məli şəkilsi, vacib şəkli. Bu, feili xəbərdir, ismi xəbər deyil. 1 gedir. Deməli, 2-də hələ acı olduğu üçün alça yeyiləsi deyildi.
Yeyiləsi deyil. Bax, burada artıq feil sifət şəkilçisidir. Buradakı lazım şəklinin şəkilçisi deyil. Necə deyildi? Yeyiləsi deyildi. Feil sifət şəkilçisidir və avtomatik biz bunu, əlbəttə ki, feilin təsriflənməyən forması ismi xəbər kimi götürürük. 2-ni götürürsən. Deyilmiş fikri yanlış anlamaq olmaz. Anlamaq olmaz. Deməli, burada da olmaz sözü xəbərimizdir. Olmaz sözü xəbərimizdir. Mümkün deyil mənasında xəbərimizdir və feili xəbər sayılır. Çünki feilin təsriflənən forması xəbər şəklindədir. Qeyri-qəti gələcək zamandadır. Bu feili xəbərdir. Atırsan. Bu dənizin suyu içməli deyil, necə deyil. Bax, burada əsas şəkilçisində elədiyimiz kimi necə deyil, içməli deyil. Necə sualını verdiyinə görə buradakı da olur feil sifət şəkilçisi, feilin təsriflənməyən forması, yəni ismi xəbər. 4-də götürürsən, 2 ilə 4 olur cavabımız. İndi əgər desəz ki, birdəki malum əlini niyə götürmədik feili xəbər oldu? Çünki orada feil sifət deyildi. Oradakı vacib şəkli idi. Hardan bildim? Sualından. Malum əli, ası, əsi şəkilçisi olan sözlərə əgər necə, hansı suallarını veririksə, bu zaman feil sifətdir. Əgər nə etməli, nə edəsi suallarını veririksə, bu zaman vacib və ya şərt lazım şəkildə. İçməli deyildilər, nə etməli deyildilər. Nə etməli, necə deyildilər demirsən ki, nə etməli deyirsən. Ona görə bu vacib şəkli sayılır. Vacib şəkildə avtomatik feili xəbər sayılır. Option burada oldu 2 ilə 4. Digərinə baxaq. 26-cı sual. Cümlələrin məqsəd və intonasiyaya görə növlərinin ardıcıllığını müəyyən edin. Baxaq. Bu üzüyü məndən ayırmayın. Bu üzüyü də məndən ayırmayın. Məqsəd və intonasiyaya görə növlər deyirsə, bu əmr cümləsidir. Ayırmayın, nə etməyin? Nə etməyin? Nə edin? Nə etməyin? Əmr şəklidir. Deməli, birinci gəlir əmr şəkli olan xəbər əmr şəklindəsə mütləq əmr cümləsidir. Birinci gəlir 3. Sizin bəhs etdiyiniz xoşbəxt insan mənəm. İsmi xəbərlidirsə biz demişik nəqli cümlədir. 3-2. Mən onda gördüyüm bütün lətafətləri niyə söyləmədim? Mən onda gördüyüm bütün lətafətləri niyə söyləmədim? Sonunda sual nida qoyulub burada. Sual bir də nida işarəsidir. Nida işarəsinə baxırsınız. Nida cümləsi sayılır. 4, 3, 1, 2, 4. Daha doğrusu 3, 2, 4. Ən axırda da 1 gəlir. İndi söyləyin görüm, həmin adama sözünüz nə olacaq? Axırında sual işarəsi qoyulduğuna görə bu da sual cümləsi. 3, 2, 4, 1. Altına xətt çəkilmiş sözlərin aid olduğu hallara əsasən uzunluğu müəyyən edin. Necə də istidir doğma nəfəsi. Deməli, doğmanın nəfəsi burada yalnız mənsubiyyət şəkilçisi qəbul edib deyə adlı haldadır. Birinci adlı hal gəlir. 1-ə A qoyuram. Bunları belə sıralayaq ki, rahat qoyaq. Deməli, sənin mənə bəxş etdiyin zümrüd meşələr. Sən mənə necə də istidir doğma nəfəsi. Sən mənim bəxş etdiyin zümrüd meşələr. Meşələri. Sən mənə bəxş etdin deyir. Bəxş etdiyin demirik. Yanlış oxuyuram. Sən mənə bəxş etdiyin zümrüd meşələri. Meşələri. Bəxş etdiyim meşələri. Təsrih haldadır. Qeyri-müəyyən təsrih hal kimi götürürəm bunda. 2-yə gedir Y. Həyat verən bu günəşin özü də. Günəşin özü. Buradakı iniyəlik haldır. Sonra 3-ə götürürsən C. Çirkin şeydir yarasanın gözündə. Dadə. Bu da deməli çıxışlıq haldır. Əstəğfurullah. Çıxışlıq nə idi? Gözündə. Yerli haldır. Yerliyə də D-ni götürməlisən, amma yəni ona bir şey getmir daha. Yerliyə belə eləyək. İkisi də var da. Hə, 3-də həm yiyəlik var, həm də yerlik var. 3-ə götürək onda. 1-ə A, 2-yə Y, 3-ə C-dir. Olur burada da cavabımız. Belə. 27-də bitdi. Bir dənə situasiyası qalıb. Situasiyasının sualları yox idi. Ümumiyyətlə PDF-də mən görmədim. Ona görə ancaq qrammatikadan baxdıq suallara.